İlk dəfə bu kebabı bir restoranda yemişdim. Çox bəyəndiyimdən tərkibini öyrənib evdə hazırlamaq qərarına gəldim. Bir quzunun içalatını lazım olan qayda ilə yuyub təmizləyirəm. Qaraciyərini pərdəsindən ayırıram. Çox xırda olmaq şərti ilə doğrayıram. Üç ədəd soğanı xırda-xırda doğrayıram. Soğan və xırda doğradığım içalatı bir qabda birləşdirirəm. Üzərinə duz, istiot, paprika, pul biber əlavə edib qarışdırıram. Quzunun iç pərdəsini videoda göründüyü qayda ilə hissələrə bölürəm. Hazırladığım qarışımdan iç pərdəsinin arasına qoyub bükürəm. Ərzaqların tam miqdarını videonun alt bölməsində dəqiqliyi ilə qeyd edəcəyəm. İstəyə görə manqalda və ya sobada bişirmək olar. Xan kebabı adlanan bu kebabı restorandakından da qat-qat ləzzətli hazırlayacağıma heç inanmazdım. Fərqli və ləzzətli dad axtarırsınızsa mütləq hazırlayın. Əminəm çox bəyənəcəksiniz.